Salam, xoş gördük. 1S platformasında idarə olunan formalarda işləməklə bağlı videolarımızı davam etdiririk. Artıq bu dərsimizə kimi, yəni bu videoya kimi bundan qabaqki videolarda biz platformada konfiqurator ağacında meta obyektlərimizlə tanış olmuşuq bir çoxları ilə. Bu istər baxın siyahını açıram yenə. Ümumi bölmədə alt sistemlər olsun. İndi burada görürsüz başqa obyektlər də var. Yəni həddindən çox fikir verirsinizsə obyektlərimiz var, elementlərimiz var. İndi hal-hazırda bütün bunları hər birini ayrı-ayrı öyrənməyə ehtiyac yoxdur. Bununla yükləməyə qətiyyən ehtiyac yoxdur. Hər bir obyektlə də, yəni gələcəkdə də videolarımızda hansısa bir mövzuda bu obyektlərə ehtiyac duyulsa, ümumiyyətlə duyulacaq. Yəni etap-etap gedəcək də mövzularımızı. Yəni bu vaxta kimi biz əsas obyektlərlə tanış olduq. Hansı ki bunlar vacibdir. Yəni 1S konfiqurasiyasını öyrənməyə, proqramlaşdırmaya başladığımız andan etibarən bu obyektlər hansılar ki bilməli idik, onları bu dərsə kimi bundan qabaqki dərslərdə öyrəndik birlikdə. Bəzi digər obyektləri də vaxtı zamanı çatdıqda, onlara ehtiyac duyulduqda, hansısa praktiki işdə, layihədə, proyektdə və yaxud da bir nümunədə, bir hansı uçotun hazırlanmasında bizə lazım olduqca onları da öyrənəcəyik. Biz Opshidən baxın alt sistemləri yaratmağı öyrəndik. Spravçniklar, bu obyektlər haqqında danışdıq. Onları öyrəndik. Hətta bir neçə kataloq obyektini də yaratdıq. Sonra dokumenti, sənəd belə yaratdıq. Отчет obyekti ilə tanış olduq. Abrabotki, onun nə olduğunu qeyd etdik. Ancaq gələcəkdə biz bu abrabotkanın yaradılması və onun necə istifadə olunması və hansı zamanlarda bizə lazım olacağı haqqında da danışacaq. Yəni mütləq şəkildə bu məsələlərə qayıdacaq və ətraflı da öyrənəcəyik. Sonra ən əsaslı keçən dərsimizdə plan with xarakteristik, bu xüsusiyyətlərin, xarakteristikaların yaradılması funksiyonallığı ilə tanış olduq. Bu da çox mühüm və faydalı bir funksional obyekt elementi idi. Ondan qabaqki dərslərdə məlumat registrləri, onların təyinatı, onlar niyə istifadə olunur və bu obyektin özü nədir, sazlamaları nədir, hamısı ilə tanış olduq. Baxmamısınızsa o videolarımıza baxın. Hətta registr nakopleniya haqqında da danışdıq və digər obyektlər də vaxtı zamanı gəldikcə hamısına toxunacaq, hamısını öyrənib təkrar da olsa bu mövzulara qayıdacaq. Bugünkü videoda isə hələ ki heç bir obyekti öyrənməyəcəyik. Bu mövzumuz biraz daha çox texniki mövzu olacaq. Yəni söhbət nədən gedir? Bu videoda biz məlumat bazasının və yaxud da yaratdığımız bu konfiqurasiyanın köçürülmə üsullarını öyrənəcəyik. Yəni bu məsələyə toxunacaq. Yəni bu nə deməkdir? Yəni biz ya konfiqurasiyanın özünü və yaxud da məlumat bazasını bir yerdən başqa bir yerə köçürmək. Yəni hər hansı bir kompüterdən başqa bir kompüterə yazmağı, yəni köçürməyi öyrənəcək və bunun üsulları ilə tanış olacaq. Həmin qeyd edəcəyimiz bu üsullar bizə konfiqurasiyanı, yəni hazırladığımız sistemi köçürmək və yaddaşda saxlamaq imkanı verəcək. Biz artıq əvvəlki dərslərimizdə, yəni ilk bu mövzulara başladığımız andan etibarən konfiqurasiyanı necə yaratmağı öyrənmişik. Gəlin indi aydınlaşdıraq görə bizim bu yaratdığımız bu konfiqurasiya, gəlin hətta görə burada dəyişiklik olub yaddaşa verək. Harada yerləşir? Ona baxaq. Bunun üçün baxın, biz yuxarı menyuda, əsas bölmədə, bu piktogramlar olan hissədə "Показать информацию о программе". Baxın, bu piktogrammanın işarənin üzərinə basırıq və bizim konfiqurasiyamız, ümumiyyətlə platformamız haqqında məlumat verilir. Burada platformamızın versiyası, onun lisenziyası, versiya для разработчиков. Bu bizə community lisenziyanın olan bir platformadır, yəni rəsmidir. Sonra konfiqurasiyamızın, bazamızın adı, tədris bazası, konfiqurasiyanın adı, onun işləmə rejimi, faylovu biz bilirik ki, serverdə var, serverli variantı da var və bizim bu konfiqurasiyamızın yerləşdiyi, baxın yer, harda saxlanılır, bu onun ünvanıdır. Hətta gəlin bunu kopyalayaq və istənilən bir qovluğu açaq buradan. Baxın, gördüyünüz kimi bizim bu məlumat bazamız, ümumiyyətlə platformamızın indi hansı ki biz yaratmışıq, tədris bazası, konfiquratora əlavə eləmişik. Gəlin hətta bunu da bağlayaq, siyahlının özünü açaq. Gəlin siyahlını açaq birisi. Görürsüz tədris bazası. Fikir verin, bu ünvan burada da qeyd olunub. Hansı ki biz bunu əlavə etmişik. Gəlin yenidən konfiqurasiyamızı açaq. Həmin bu ünvan da baxın burada məlumat hissədə, yəni piktogrammanı açdıqdan sonra bizə göstərir. Bu da bizim həmin konfiqurasiya bazamız, konfiqurasiyamızın bütün faylları bu
bu qovluqda, bu kataloqda, bu pakada yerləşir. Yəni bu qovluqda bizim informasiya bazamız saxlanılır. Ümumiyyətlə informasiya bazası nədir? Yəni bunu qeyd etmişik, bir daha da təkrar da olsa qeyd edək. Bu sadəcə verilənlərin, yəni məlumatların bazası deyil. Yəni məlumat informasiya bazası dedikdə bu həm məlumatların, yəni istifadəçi rejimində istifadəçinin əlavə etdiyi məlumatların, gəlin hətta istifadəçi rejimində açacaq ki, bu dediyimizin nə aydınlaşdıraq nədir? Tutaq ki, görürsüz istifadəçi bura məlumatlar əlavə edib, şkaf falan, 5 mekan. Yəni keçsək burada müəssisə haqqında məlumat, müəssisələrin adları əlavə olunub. Bu verilənlər, yəni məlumat bazası. Bir də var ki, konfiqurasiyanın öz obyektləri, baxın bunlar. Yəni informasiya bazası bu həm verilənlər, yəni istifadəçinin daxil etdiyi məlumatlar, həmçinin də konfiqurator, baxın, ağacında olan əlavə edilmiş obyektlərin, yəni proqramçı tərəfindən təyin etdiyi, sazladığı, əlavə etdiyi, yazdığı kodlar, modullar hamısına birlikdə baza, məlumat bazası adlanır. Yəni bütün bunlar da bizim baxın bu papka ki var idi, hansı ki keçdik. Bu bizim məlumat bazamız harada yerləşir? Görürsüz, bir papkaya biz bunu əvvəlki dərsdə əlavə etmişdik. Baxın həmin o fayllar, ümumiyyətlə bizim bu konfiquratorumuzda olan, konfiqurasiyamızda olan obyektlər, bir də məlumatlar hansılar ki müştəri əlavə eləyib, hamısı bu qovluqda yerləşir. Yəni bu deməkdir ki, biz indi tutaq ki bazamızı, yəni konfiqurasiyamızı bir yerdən bir yerə köçürmək üçün gərək girək. Bu papkaların içindən tədris bazasını götürək, faylları kopyalayaq və gedək bunu hər hansı bir başqa kompüterdə və yaxud da hər hansı bir başqa serverdə bu faylları ora köçürək, kopyalayaq, sonra da orada aparıb vstavit eləyək, yəni yerləşdirək. Baxın, bu cür biz etsək, əgər sizlər, yəni istər mən, siz hamımız bunu bu şəkildə etsək, sadəcə bu qovluğu götürüb başqa kompüterə köçürsək, bu həmişə əlverişli olmaya bilər. Niyə görə? Çünki baza həddindən çox böyük ola bilər. İndi biz sıfırdan yığırıq və istifadəçilər də hələ bir heç bir sənəd, məlumat əlavə etməyib. Bazamızda obyektlərin sayı azdır. Hələ ki biz indi sıfırdan yığırıq da bunu işləyirik üzərində. Yəni ola bilər ki az tutsun. Gəlin həcminə baxaq da ki bunu. Görürsüz 5 megabayt. Ancaq baza elə böyük ola bilər ki, məsələn 20 gigabayt, nə bilim 50 gigabayt. O bizim yazacağımız və müştərinin istifadə edəcəyi məlumat bazasının, yəni hansı səviyyədə, nə qədər sənədlər çox istənir, işlənir, məlumatlar əlavə olunur, ondan asılı olaraq həddindən çox böyük ola bilər. Yəni sistemdə istifadəçi çoxdursa, sistem aktivdirsə, ümumiyyətlə bu da bir problem yarada bilər. Çünki bizim faylımız birinci növbədə böyük olsa, bunu bir yerə köçürsək, bizə o yer tələb olunacaq. Qeyd etdiyim ki, birdən bazada istifadəçi çoxdursa, sistem də həmçinin işləyə vəziyyətdədirsə, bu da əlavə problem yaradacaq bu kopyalamaq iş prosesi zamanı. Baxın, yəni bizim indi bu cür köçürməkdənsə, indi dərsimizdə qeyd etdiyimiz kimi, bunun üçün başqa bir yanaşma var. Yəni 2 dənə yanaşma var. İndi hər ikisini qeyd edəcəm və hər ikisini də tətbiq edəcəyik. Bu ilk öncə yalnız konfiqurasiyanın özünü köçür demək. Bu nə deməkdir? Görürsüz, biz konfiqurasiya yığırıq. Sənəd əlavə eləmişik, nomenklatura, bazamızın, məlumat bazamız strukturumuzu dəyişmişik. Xarakteristika, məsəl üçün registr сведения, registr накопления, hətta plan vid xarakter belə bir obyektlər yazmışıq. Yəni biz sırf bu strukturu köçürdə bilərik. Yəni proqramçının etdiyi dəyişikliyi, konfiqurasiyanın özünü. Yəni bu zaman bu məlumatlar istifadəçi rejimində əlavə olunan məlumatlar ki var, şöbələr olsun, bütün bu məlumatlar yəni nəzərdə tutulmayacaq. Bu məlumatlar keçməyəcək. Sırf bu bazamızın konfiqurasiyanın öz strukturu, sazlamaları, nastroykaları, kodları, dəyişiklikləri, yenilikləri hamısı bunlar keçəcək. Gəlin birinci növbədə bunu necə edildiyini sizə göstərim. Bəlkə də bilirsiniz, həmçə təkrar olar, bilməyənlər üçün də yəni öyrənmiş olarlar. Bunu etmək üçün biz keçirik konfiqurasiya menüsünə. Burada belə bir bölmə var. Сохранить konfigurasiya fayl. Konfigurasiyanı faylda yadda saxla və bunun üzərinə tıklayırıq. Gəlin hətta bunu rабочий stola, yəni iş masasını seçək, desktopu seçək. Fikir verin. Burada görürsüz ki, bizdə tip fayla. Bizim indi bu yaddaşda saxlayacağımız fayl konfigurasiya CF görürsüz .cf formatında olacaq. Və gəlin buna bir dənə ad qoyaq. Tədris baza. Bu adı bu şəkildə qoyaq. Tədris baza. Fikir verin. Burada CF bu faylın sonluğu, yəni onun formatı CF-də olacaq. Yəni biz bununla aydınlaşdıracağıq ki, bu bütün bazanın özü deyil, sadəcə olaraq konfiqurasiyanın, bu konfiqurator ağacında olan obyektlərin istifadəçi proqramçının yazdığı, təyin etdiyi, ümumiyyətlə proyektin özüdür. Proqramın bir növ strukturudur, bazanın strukturu. İçi bomboşdur, yəni sıfır olacaq. Yəni içində sadəcə
konfiquratorun quruluşu, yəni sazlamaları olacaq. Gəlin baxın vururuq saxlanit. Gördünüz daha sürətlə yazıldı. Hətta gəlin onu tapaq. Baxın tədris bazasıdır. Bu fayl yarandı. Gəlin hətta həcminə baxaq. Nə qədər yer tutur bizim bu şəkildə bunu yaddaşa verməyimiz. Bax svoyslasına daxil oluruq. 90 kilobayt. Gördünüz nə az. Hətta boş bazada olanda faylların içərisində biz bu bazamızı yoxladığımız zaman 5 megabayt idi. Hələ 0 deyə boşdur. Biz bunu kopyalayıb atmalıydıq bir yerə. Ancaq gördünüz, ancaq strukturu götürdüyü tədris bazası CF. Götürdük onu konfiqurasiya və saxlanit konfiqurasiya etdik bu şəkildə. Bu üsulda etdik və 90 kilobaytlıq fayl. İndi bunu rahat götür, at, həm flash karta, e-maillə göndər, həm WhatsApp-la göndər, nə istəyirsən göndərə bilərsən. Çox balaca bir fayl yarandı. Və bu faylı götürdükdən sonra o bir istifadəçi nə edir? Girir konfiqurasiya, загрузить информацию из fayla. Biri yaddaşa ver idi, saxlanit. Bu isə yaddaşa verilmişi yükləyir bura. Yəni ki bizdə indi tutaq ki fikir verin. Mən burada indi silə bilmirik bu şey. Tutaq ki sənədlər görüm silə biləcəm. Görürsüz sildik sənədi falan 5 məkan. Hətta gəlin registrimizdə silək. Baxın yaratdığımız şeyləri sildik. İndi bundan qabaq ki biz saxlanit eləmək, hətta gəlin bunu yaddaşa veririk. Görürsüz itirdik obyektlərimizi. Üzr istəyirəm. Baxın. Все itirdik fayl getdi, obyektlərimiz silindi. Biz ki yaddaşa ki vermişik. Gəlin ekranı açaq. Baxın bu tədris. 99 kilobaytlıq bizim baxın belə bir faylımız var. İndi giririk bura. Göndərdik başqa kompüter. Tutaq ki bu indi bizdə başqa kompüterdir. Daxil oluruq konfiqurasiya, загрузить konfigurasiya из fayla. Və gəlirik həmin faylı tapırıq. Tədris baza CF открыть. Da girin, yeniləyirik. Baxın fayllarımız da qayıtdı. Baxın gördünüz, hamısı qayıtdı yerinə. Yəni bu şəkildə köçürtmək bu bir üsul. Bu çox rahat. Nəinki götürək, girək buradan baxaq ki fayl bizim bazamız harda yerləşir. Aha bu papkada. Gəlirik bu papkanı kompüterdə tapırıq. Faylları götürürük. Burada da həddindən çox fayl ola bilər. Aktiv işləyən istifadəçi ola bilər. Çünki burada bəzi fayllar aktiv olduqda onlar, yəni ki, onlara dostluq olmur. Onlara məsəl üçün əl çatar olmur həmin fayllar. Səbəbdən çox belə düzgün deyil ki, bu cür bazamızı, konfiqurasiyamızı bir fayldan, bir kompüterdən başqa kompüterə köçürdük. Ancaq etdiyimiz bu üsulla konfiqurasiyamızı rahat şəkildə keçirdə bilərik. İndi ola bilər siz sual verəsiniz ki, yaxşı bəs bunu bildik. Bizim konfiqurasiyamız, yaratdığımız bu obyektlər, formalar hamısı keçir. Bəs birdən bizə lazım gələ bilər ki, istifadəçini də əlavə elətdik. Ümumiyyətlə bütün məlumat bazası keçsin. Biz axı hamısını istəyirik, götürək hamısını keçirdək. Bunu da etmək üçün baxın, lazım deyil ki, girək. İndi ikinci üsulu da göstərsəm, bunu kopyalayıb aparmaq. Bunun üçün də yəni eyni qaydada bizdə platforma imkan verir ki, bazada ancaq bu obyektlər deyil, istifadəçinin rejimində də istifadəçinin əlavə etdiyi məlumatları da köçürtmə imkanımız var. Bunun üçün daxil oluruq, baxın, administrativniya bölməsi və burada выгрузить информационную базу. Baxın, məlumat bazasını выгрузка, yəni çıxarış et, eksport et. Necə rahat da elə özünüzdə deyə bilərsiniz. Baxın, bu dəfə isə bundan qabaq biz sırf konfiquratoru köçürtdüyümüz zaman CF formatında idi. Ancaq ümumi bütün bazanı, həm bazamızın strukturu, obyektləri, bir də istifadəçinin də əlavə etdiyi məhsullar, sənədlər hamısı birlikdə bütün məlumat bazasının formatı DT olur. DT baxın bu sonluqda. Gəlin ona da qoyaq adını tədris bazası. Tədris. Hətta burada CF-i silirik, yəni. Enter vurduq və tədris bazası. Görürsünüz nə sonra? İndi bazamızda məlumat yoxdur deyə tez olur. İndi gəlin keçək, tapaq bunu ekranımızda. Baxın, da burdadır tədris bazamız. Fikir verin, işarələri də fərqli görsənir. Baxın, bunun bu cürdür işarəsi. Tədris DT formatda isə bu cürdür işarəsi. Yəni hətta həcmi də baxın nə qədər göstərir? 73 kilobayt. Gəlin lap ona həcminə də baxaq. 73-76 kilobayt yer tutur. Fikir verdiniz, ümumən bu faylın içində indi hal-hazırda, baxın bu faylın içərisində. Görürsünüz 70 neçə kilobayt. Bura isə baxsaydınız, bu hələ mən deyirəm yox boşdur ya. Yəni real bir işləy bazı olsaydı bu gigabaytlar olardı, 5 megabayt. Ancaq bizim indi yaratdığımız bu fayl bazamızı yaddaşa vermədiyimiz bu DT hansı ki girdiyi administrativniya, выгрузить информационную базу bu DT formatı, baxın bu şəkildə. Yəni bir daha da eləyək. Çünki balaca. Gəlin bura düşdü deyəsən, yəni siyahının içərisinə düşdü. Götürək buradan. Bax 73 kilobayt. İşarəsi də bu şəkildə. Formatı da DT. Bu deməkdir ki, bunun içərisində həm konfiquratordakı bu yaratdığımız, dəyişdiyimiz obyektlər, formalar, hesabatlar, abrobat, həm də ki istifadəçinin əlavə etdiyi bu məlumatlar. Yəni hamısı bir növ bazanın bu papkasını götürmüşük. Ancaq görün hansı həcmdə. Yəni ki 70 kilobayt. Yəni burada isə 5 megabayt. Biz informasiya
konfigurasiya bazamızın yerləşdiyi qovluqdan götürsəydik. Yəni gördünüz ki, hansı daha mükəmməldir. Sonra bu əlavə etdiyimiz, tutaq ki, bu faylı götürdük. Bütün bunun içində həm konfigurasiya, həm də istifadəçinin əlavə etdiyi məlumatlardır. Burada isə ancaq proqramçının və yaxud da konfigurasiyanın öz obyektləridir, strukturudur, formasıdır. Bütün obyektlər bu şəkildə. Bu səbəbdən bu ondan çox 73, bu nə qədərdir? Əksinə gördünüz, CF ondan daha çox görsənir fayl olaraq. Yəni bu onların bir növ расширениясından, bu formatından da asılı olaraq DT-ni götürmək, yəni ki, ehtiyac o vaxt ola bilər ki, siz bazanın ümumən bütün məlumatı ilə bir yerdə götürmüsünüz. Yəni indi bunu necə gətirdik, tutaq ki, başqa kompüterə gəldi. Fikir verin. Bunun özündə də gəlin sənədləri silək. Qeyd etdik axı, DT faylda həm bazamızın strukturu, obyektləri, həm də ki, istifadəçinin bütün məlumatları. Görürsüz silinib. Bazamızda belə də boşdur. Başqa bir bazadır. Konfigurasiya boşdur ümumiyyətlə. Heç biri yoxdur. Tutaq ki, gəlin görək əməkdaşlar silə bilər, imkan vermir. Çünki bu hardasa buna istifadə olunur. Xüsusiyyətləri silə də bilmədik. Sən də bir dənə yoxdur. Yəqin sənəddə istifadə edirik deyə bizə icazə vermir silməyə. Yəni deyir ki, get o sənədlər, bu başqa digər obyektlərdir. Ola bilər ya registrdə hardasa istifadə olunur deyə. İndi baxın, görürsüz, bəzi obyektlər var hansı ki, silə bildik, yoxdular. İndi fikir verin, geri administrativini. Выгрузить информационную bazı bu hamısını, yəni ki, выгрузить edir. İndi onu yükləmək istəyirik. Загрузить, yəni ki, yüklə. Tapırıq. Görürsüz, tədris bazı DT. Özü də bu formatda fayl ancaq tapır görür. Çünki siyahıda da görürsüz filtr olaraq bu format seçirik. Baxın, bu şəkildə yükləndi. Gördünüz? O sildiyimiz obyektlər də, sənəd də, registr nakopleyen hamısı qayıtdılar. Bazamızı qayıtdı. Bir növ köçürtdük başqa bir yerə. Yəni bu iki üsulla biz nə qədər, yəni ki, tək vaxt yox, ümumiyyətlə yarana biləcək proqramların qarşısını alır. Yəni böyük həcmli faylı bu şəkildə köçürtməkdənsə, ya sırf konfigurasiyanın strukturunu köçürtmək üçün giririk bura konfigurasiya saxranit, bu şəkildə edib yaddaşa veririk. Görürsüz, bir etmiş. Və yaxud da onu getdiyi o bir kompüterdə, həmin faylı başqa bir kompüterdə açmaq, yenidən yükləmək istəyiriksə, загрузить eləyirik. Baxın, bu şəkildə götürür. Bu bir də nə üçün yaxşıdır, onu da sizə deyim. Tutaq ki, işləyirsiniz, konfigurasiyada iş qurursunuz, nə isə dəyişirsiniz. Birdən elə ola bilər ki, nə isə dəyişib bütün strukturu korlayarsınız, nə isə unudarsınız. Və yaxud əliniz dəyər, nəsə silinə bilər. Əlinizdə də backup, bir növ geri qaytarmaq üçün bazanızın bir hansısa bir versiyası, variantı əlinizdə olmaz. Siz tezdən oturub bu qədər yazdığınızı dəyişmək, tezdən axtarmaq ki, mən nəyi sildim, nəyə əlim dəydi, silindi, hansısa rekvizit. Bu səbəbdən də konfiguratorda bu hallar yaranmasın deyə arada bir girin bura, saxranit konfigurasiya fayl. Adını da qoyun belə, tutaq ki, backup. Yəni ki, sabah bu sizə həmin bu vəziyyətə qaytara bilərsiniz. Backup qoyun, tarixi yazın bura. Hansı tarixin seyfidir. Görürsüz, balaca fayldır yaranır. Yaddaşa atın. Sabah burada nə isə çaşıb silsəz, gördüyünüz işdə əliniz nə isə dəysə silinsə, onu bərpa eləyə bilərsiniz. Sizdə bir növ variantı qalacaq. Hər ehtimala qarşı girirsiniz bura загрузить, tapırsınız tez bazanızı, qaytarırsınız bu vəziyyətə. Yəni ki, çünki yaddaşda saxlamısınız. Və yaxud da istifadəçi məlumatlarının hansındasa böyük bir dəyişiklik edəcəksiniz. Sənədlərdə nə isə dəyişməlisiniz. Tutaq ki, girək istifadəçi rejiminə. Burada əlinizdə sənədlər var. Məsələn, gəlin. İndi bizdə hal-hazırda yoxdur, yəni yaratmaq. Tutaq ki, belə bir obyektlər var. Girdinizsə nələrisə dəyişdiniz burada. Misal üçün, orqanizasiyanı dəyişdiniz, abrabotka ilə falan, aləm dəydi bir-birinə, sənəd yaratdınız, yüzlərlə sənəddə nə isə dəyişdiniz. Birdən böyük bir xəta elədiniz ki, hansı geri dönüşü mümkün deyil. Gərək tezdən kimsə əllə otursun bütün sənədlərin, əliniz dəydi, sənədlər silindi falan. Belə halların da qarşısını almaq üçün, yəni çalışın arada bir выгрузить информацию bazı eləyirsiniz, tədris bazası. Adını qoyursunuz, backup, tarixi yazırsınız. Həmin istifadəçinin də əlavə etdiyi sənədlərlə birlikdə bazanı выгрузить eləyirsiniz. Sonra da girirsiniz onu, itib sənədlər silindi yaddaşdan, aləm dəydi bir-birinə. Bunu tezdən geri qaytara bilirsiniz. Yəni backup olaraq yaddaşa verir. Lazım deyil nə isə backup eləmək üçün, yadda ehtiyat üçün saxlamaq üçün bu qədər faylı kopyala, gedək burada bir dənə papka yarat. Misal üçün yaradırıq burada papka. Bu qədər faylları tezdən götürürük, atırıq bunun içərisinə. Görürsüz, problemdir. Çünki açıqdır deyə problem də yaşanır. Gərək bunu bağlayım, bunu eləyim. Yəni baxın, belə halların, yəni bu cür etməkdənsə, yəni platformanın bizə verdiyi bu üsullarla, yəni konfigurasiya, saxranit konfigurasiya fayl bu şəkildə. Sonra həmin digər kompüterdə və yaxud da backup eləmək istəyirsiniz, geri qaytarmaq, загрузить konfigurasiya, həmin faylı oxuyursunuz. Ümumən bütün baza ilə birlikdə həm konfigurasiya, həm istifadəçinin əlavə etdiyi bazalarla birlikdə eləmək üçün выгрузить информационную bazı, bir də qayıdıb загрузить информационную bazı. Çox sizi yormayım, yəni belə çox asan bir şeydir. Yəni bunun üzərində heç
çox durmağın da mənası yoxdur. Yəni qeyd etdiyim kimi, bazanı və yaxud da konfiqurasiyanı bir yerdən başqa yerə keçirtmək üçün bu üsullardan çox rahat şəkildə istifadə edə bilərsiniz. Və indi nəhayət ki, bizim dərsimiz elə bir, bu videolarımız elə bir nöqtəyə gəldi ki, düşünürəm ki, siz də artıq kod yazmağa başlamaq istəyirsiniz. Həmçinin mən özüm də sizlə birlikdə öyrənmək istəyirəm, təkrarlamaq istəyirəm və yeni şeyləri də öyrənmək də istəyirəm. Bilmədiyim mənim də çox şeylər var. Bu indi hal-hazırda bu dərsdə yox, inşallah gələn dərsdən, yəni gələn videodan başlayaraq biz artıq başlayacağıq proqramın sintaksisi ilə də tanış olmağa. Və burada yaratdığımız obyektlər olsun və yaxud da gələcəkdə də yeni obyektlər yaradacaq və 1S platformasında bir sözlə kod yazmağa başlayacaq, yəni öyrənməyə başlayacaq, proqramın dilini də tanış olmağa başlayacaq. Yəni ilk əvvəl bu mühüm idi. Yəni birdən-birə də başlamaq olardı sıfırdan, koddan. Ancaq bu qədər obyekt var. Başlayacaqdıq kod yazmağa, ancaq bilməyəcəkdik ki, bu məlumat registri nədir, registr nakopleniyya nədir, sənəd nədir. Ancaq indi görürsüz, koda da başlayanda artıq biz obyektlərlə tanış olmuş olacağıq. Bu səbəbdən də bizə də rahat olacaq. Başa düşəcəyik kodu nə üçün yazırıq, harda yazırıq, niyə yazırıq. Yəni bu bizə rahat olacaq. Beləliklə bu dərsimizin də sonuna çatdıq. Həmişə olduğu kimi sizdən videonu bəyənməyi, kanala abunə olmağı, videonun şərh bölməsində iradlarınız varsa iradlarınızı, sualınız varsa suallarınızı, fikirlərinizi, rəylərinizi yaza bilərsiniz. Sağ olun, uğurlar.